Səudi Ərəbistanda və bildiyiniz kimi Səudi Ərəbistanda gəldik. Türk necə deyirlər, şəhərliyini gördük, sevindik, şad olduq ki, Türk şəhərciyi burada yerləşdirilib və oranı gəzərək, ziyarət edərək bir daha Türk olduğumuzu sübut etdik ki, dünyanın nəresində olaq, Türkiyəni, Azərbaycanı hər zaman güşələrini necə deyirlər, seyr etmək özümüzə borc bilirik. Çünki bizim ürəyimizdə olan türklük hər zaman istər Azərbaycanda, istər Türkiyədə, istər dünyanın harasında olur, türklüyü hər zaman yaşadırıq, inanırıq və qanımızda, damarımızda axan qan kimi inanırıq ki, Türk nə qədər həyat varsa, öz millətimiz, qanımız, canımız və dini baxımdan da olsaq, yenə Səudi Ərəbistandayıq. Ancaq buna baxmayaraq, Türk yüksəsini görəndə çox sevinib, şad olduq ki, Türk yüksəsi burada yaradılmışdır və onunla da fəxr edərək bir qısa olsa da video çəkib sizlərlə paylaşdıq. Nə yaxşı ki, bu həyat var, nə yaxşıdır ki, biz Türklər varız. Həmişə həyat durduqca bizlər də var olacaq, artacaq, inkişaf edəcək və hər zaman Türkün gücünü hər yerdə görməyə, tarixini, elmini, mədəniyyətini göstərmək bizim üçün hər zaman böyük bir uğur olacaq. Yaşasın böyük Türk dünyası, yaşasın böyük Azərbaycan və Azərbaycan güncəsi ilə, Türk addımıyla hər zaman irəliləməyə hazırıq və bununla da fəxr edirik. Sağ olun.